Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məmməd Məmmədov öz peşəkar fəaliyyəti, məsuliyyətli idarəçilik üslubu və vətəndaşlara göstərdiyi diqqət ilə seçilən nüfuzlu rəhbərlərdən biridir. Onun rəhbərliyi altında idarənin fəaliyyəti daha sistemli və səmərəli şəkildə qurulmuşdur. Rayonda suvarma sistemlərinin vaxtında istismarı, kanalların təmizlənməsi, meliorativ tədbirlərin icrası və kənd təsərrüfatı sahələrinin su ilə təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Bu da fermerlərin və torpaq sahiblərinin məhsuldarlığının artmasına müsbət təsir göstərir. Məmməd Məmmədov problemlərə çevik yanaşan, yaranan çətinliklərin aradan qaldırılması üçün operativ qərarlar qəbul edən, işin keyfiyyətinə ciddi nəzarət edən rəhbər kimi tanınır. O eyni zamanda kollektiv arasında sağlam iş mühiti formalaşdıraraq əməkdaşların peşəkar inkişafına xüsusi önəm verir. Vətəndaş müraciətlərinə həssas münasibəti, şəffaf fəaliyyəti və dövlət maraqlarına sadiqliyi onun rəhbərlik fəaliyyətinin əsas prinsipləridir. Bu xüsusiyyətlər Samux rayonunda su meliorasiya sistemlərinin dayanıqlı və etibarlı istismarına mühüm töhfə verir. Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məmməd Məmmədova gələcək fəaliyyətində uğurlar arzulayır, gördüyü işlərdə daim müvəffəqiyyətlər arzu edirik.